Və sonra 9-cu, 10-cu ayədə Allah Azza və Cəllə buyurur ki: "Ərəeytəl-ləzi yenhə abdən izə sallə." Mane olan kimsəni gördünmü? Burada söhbət Əbu Cəhildən gedir. Bir bəndəyə, yəni Muhammed sallallahu aleyhi ve sellemə namaz qıldığı zaman ona mane olurdu yəni. Yəni bu bir növ bir inkardır və bu əməlin çirkin olmasını xəbər verməkdir. Yəni həmin bu bəndəyə, yəni Muhammed sallallahu aleyhi ve sellemə namaz qılmağa mane olan kəsin o əməli necə də çirkindir, necə də pisdir. O da Əbu Cəhl idi. Hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellemə namaz qılmağı qadağan etmişdi öz aləmində, yəni öz düşüncəsində. Necə ki Əbu Hüreyrə radiyallahu anhu rivayət edir ki, qal Əbu Cəhl dedi ki, deyir, sizin aranızda, yəni o müşriklərə xitab eləyir, sizin aranızda Muhammed üzünü torpağa buluyurmu? Peyğəmbər sallallahu aleyhi ve sellem səcdə edirdi və onu o mənada deyir. Onlar deyirlər ki, bəli. O da deyir ki, Əbu Cəhl, Lata və Uzzaya and olsun ki, deyir, mən onu bu cür görsəm, onun boynundan əzəcəm, boynundan tapdalayacam və onun üzünü, gözünü torpağa bulayacam. Və bir gün Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılırdı və o vəd etdiyi şeyi, iddia etdiyi şeyi etmək istəyir. Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılan yerə gəldikdə qorxuya düşür və geri çəkilir. Ona deyirlər ki, nə olub sənə? Mən deyir, onunla özüm arasında bir xəndək gördüm, od gördüm və qorxunc şeylər gördüm. Qənətli, hətta onların qənətləri var idi və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Ləv dənə minni ləxtətəfəthu əl-mələikətü udvan udva." Əgər deyir, o deyir, mənə yaxınlaşsaydı, o etmək istədiyini etməyə cəhd etsəydi, mələklər deyir, onun bütün üzvlərini bir-bir qopardardılar. Bu vədi verdiyinə baxmayaraq, bu sözü verdiyinə baxmayaraq, təkəbbürlənərək Peyğəmbər sallallahu aleyhi ve sellemə, Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qıldığı zaman heç yaxın da dura bilmir. Allah azza və cəllə öz rəsulunu, öz peyğəmbərini bax bu cür qoruyur. Sonra 11-ci ayədə Allah azza və cəllə buyurur ki, Əraytə in kənə aləl hudə, söylə görək, yəni xəbər ver görək, əgər o bəndə doğru yoldadırsa, Əv əmərə bittəqvə, 12-ci ayədə, yaxud təqvanı əmr edirsə, yəni onda necə olacaq? Ey, yəni o namaz qılmağa ona əngəl olan, ona qadağan edən, əgər sənin namaz qılmağı qadağan etdiyin o kəs, yəni Muhammed sallallahu aleyhi ve sellemdən gedir söhbət. O kəs doğru yoldadırsa, təqvanı əmr edirsə, yalnız Allaha itaat edib, onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinməyi əmr edirsə, onda necə olacaq yəni? Bu ayələr baxmayaraq ki, birbaşa Əbu Cəhlin o əməllərinin, o küfrünün, o nankorluğunun, Peyğəmbər sallallahu aleyhi ve sellemə qarşı olan o düşmənçiliyinin səbəbi ilə nazil olmuşdu və bu eyni zamanda bugün də, hətta qiyamətə qədər Allahın yoluna çağıran, Allahın yolunu gedən insanlara əngəl olan, onlara mane olan, namaz qılmağı insanlara qadağan edən bütün bax bu cür küfr əhlinə də aiddir. Bu hədələr, bu vaidlər. Və sonra 13-cü ayədə isə Allah azza və cəllə buyurur ki, Əraytə in kəzzəbə və təvəllə, söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə necə? Yəni Əbu Cəhildən gedir söhbət. Yəni Əbu Cəhil haqqı yalanladı. Allah azza və cəllə Muhammed sallallahu aleyhi və səlləmə risalət verdi. Ona peyğəmbərlik verdi. Quranı göndərdi onunla. Haqqı göndərdi onunla. Amma Əbu Cəhil bunu yalanladı. Və onu təsdiqləmədi. Bunu arxa çevirdi. Və Allah azza və cəllə xəbər verir burada ki, söylə görək. Yəni o yalan sayıb üz döndəribsə necə? Əgər o üz döndəribsə və Allah azza və cəllə 14-cü ayədə buyurur ki, Ələm ya'ləm bi ennəllaha yara. Məgər o Allahın onu gördüyünü bilmirmi? Məgər o Allahın onu gördüyünü bilmirmi? Onun bütün hallarını gördüyünü, bütün sözlərini eşitdiyini və etdiyi əməllərə görə ona qarşılığını verəcəyini, onun cəzasını verəcəyini bilmirmi?
Sonra 15-ci ayədə buyurur ki, Allah Azze ve Celle Kəllə ləilləm yəntəhi lənəsfəən bin nasiyə. Xeyr, əgər o pis əməlinə son qoymasa, biz onun kəkilindən tutub cəhənnəmə sürükləyəcəyik. Və Allah Azze ve Celle yenə də onu sərt bir şəkildə azarlayır. Həmən Əbu Cəhili qınıyır ki, əgər o əməlindən əl çəkməsə, bu dikbaşlığında, bu inatkarlığında davam edərsə, biz onu cəhənnəmə sürükləyəcəyik. Necə ki, Allah Azze ve Celle Rəhmən surəsi 41-ci ayədə buyurur ki, فَيُؤْخَذُ بِالنَّوَاسِ وَالْأَقْدَامِ. Onlar kəkillərindən və ayaqlarından yaxalanacaqlar. Və bu, onları bir növ alçatmadır. Allah Azze ve Celle kafirləri bax bu cür şiddətli bir şəkildə cəzalandıracaq. Kəkillərindən və ayaqlarından onlar tutularaq cəhənnəmə sürüklənəcəklər. Allah qorusun. Sonra 16-cı ayədə Allah Azze ve Celle buyurur ki, Nəsiyyətin kədibətin xatiə. Yalancı, günahkar kəkilindən. Yəni, daha öncəki ayədə buyurdu ki, kəkilindən tutaraq, əgər o pis əməlinə son qoymasa, o küfrünə son qoymasa, biz onun kəkilindən tutub cəhənnəmə sürükləyəcəyik deyir. 16-cı ayədə də buyurur ki, yalancı, günahkar kəkilindən. Yəni, o yalancı idi, günahkar idi. Allahın elçisinə qarşı düşmənçilik eləyən idi. Həm sözlərində, həm də feillərində xətakar idi, yalancı idi. 17-ci ayədə isə Allah Azze ve Celle buyurur ki, فَلِيَدْعُ نَادِيَ. Qoy öz tərəfdarlarını köməyə çağırsın. Həmən Əbu Cəhil. Öz yəni qövmünü, öz tərəfdarlarını, öz dəstəsini. Burada ərəbcə فَلِيَدْعُ نَادِيَ keçir və bu tərəfdarlar mənasını verir. Eyni zamanda ən-nədi dedikdə bir insanların toplandığı, cəm olduğu bir yer də nəzərdə tutulur. Və Əbu Cəhlin özünün də elə bir ən-nədi deyilən, yəni insanların toplandığı bir yerləri var idi. İnsanlar orada həmən o yerdə Əbu Cəhlin ətrafına toplanırdılar. 18-ci ayədə isə Allah Azze ve Celle buyurur ki, Sənəd'u zəbaniyə. Biz də zəbaniləri, yəni əzab mələklərini çağıracağıq. Zəbanilər də dedikdə, yəni əzab mələkləri nəzərdə tutulur. Allah Azze ve Celle Təhrim surəsi 6-cı ayədə onlar haqqında xəbər verir, buyurur ki, Ğilədun şidədun la ya'sunallaha ma əmərəhum və yəf'aluna ma yu'mərun. Onun üstündə, yəni cəhənnəmin üzərində həmən o əzab mələkləri var və onların haqqında Allah Azze ve Celle xəbər verir ki, onun üstündə Allahın ona verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və şiddətli mələklər vardır. Və Allah Azze ve Celle bu ayələri xəbər verməklə yenə də Əbu Cəhli və onun kimilərini qınıyır. O deyir, qoy öz tərəfdaşlarını çağırsın, biz də o əzab mələklərini çağıracaq. Cəhənnəmdə onlara əzab verəcək onlar. Bu əzabın qarşısını kim ala bilər? Allahın verdiyi əzabın, cəzanın qarşısını kim ala bilər? Əlbəttə ki, bütün məxluqat toplansa belə bunun qarşısında acizdirlər. Ona görə də insan öz gücünə, qüvvətinə arxalanaraq Allaha asi çıxmamalıdır. Allaha qarşı hərb elan etməməlidir. Allah Azze ve Celle hər şeyə qadirdir. Allah Azze ve Celle hər şeyin yaradıcısıdır. Hər şeydən güclüdür. Hər şey ona tabedir. Hər şey onun qarşısında zəlildir. İstəsə də, istəməsə də. Ona görə insan gərək Allaha təslim olsun. Allahın əmrlərinə təslim olsun. Onun əmrlərinə qarşı çıxmasın. Qadağalarını çeynəməsin. Yoxsa Allah Azze ve Celle'nin mərhəmətli olması ilə yanaşı, rəhimli olması ilə yanaşı Allah Azze ve Celle'nin cəzası da şiddətlidir. Və sonuncu 19-cu ayədə isə Allah Azze ve Celle öz peyğəmbərinə yenidən buyurur. Kəllə lə tuti'hu vəscud vəqtarib. Xeyr, sən ona tabi olma, səcdə et və Allaha yaxınlaş. Çünki Əbu Cəhl Muhammed sallallahu aleyhi ve sellemə namazı qadağan edirdi. Qılma, yəni səcdə etmə. Və namazın da ən əzəmətli ərkanı onun səcdəsidir.
Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm də hədisdə buyurur ki: "Əqrabu ma yakunul abdu min rabbihi və huve sacidun fəəksirud dua." Qulun Rəbbinə ən yaxın olan halı onun səcdədə olan halıdır. Səcdədə olanda duaları çoxaldın. İnsan öz Rəbbinə ibadət etdiyi zaman, namaz qıldığı zaman onun Rəbbinə ən yaxın olan halı səcdə halıdır. Və Əbu Cəhil də məhz onun o səcdə halını xüsusi olaraq bildirərək etiraz edirdi. Hətta deyirdi, o alnını torpağa batırır sizin yanınızda, sizin aranızda. Mən ona qadağan eləyəcəyim. Mən ona mani olacağım. Və bu qulun Rəbbinə ən yaxın olan halıdır. Və Allah Azze ve Celle də sonda ayələrin sonunda Alaq surəsinin sonuncu ayəsində buyurur ki: "Xeyr, sən ona tabi olma. Səcdə et və Allaha yaxınlaş." Yəni həmən bu səcdə insanı Rəbbinə yaxınlaşdırır. İnsan səcdə etdikcə, Rəbbinə ibadət etdikcə öz Rəbbinə yaxınlaşır. Çünki bu bir ibadətdir, bu bir itaətdir və insanı Rəbbinə yaxınlaşdıran ən əzəmətli əməllərdəndir. Və ayələrdə bir çox faydalar var və onlardan biri də Quranın möcüzələrindəndir. Bu da odur ki, Allah Azze ve Celle Əbu Cəhli bax bu cür hədəliyir. Əbu Cəhil də Quranın bu ayətlərini eşidir və hətta Əbu Cəhlin yardımcıları belə, köməkçiləri belə bu ayələri eşidirlər. Amma onlardan heç biri Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı bir zərər verməyi bacarmırlar, buna cəhd də edə bilmirlər. Halbuki bu kəlmələr, bu ayələr onları qəzəbləndirən, onları daha da özlərindən çıxaran ayələr idi. Amma Allah Azze ve Celle onları Quran-ı Kerimdə bax bu cür azarlayır. Eyni zamanda Muhammed sallallahu aleyhi ve səlləmi onların şərrindən də qoruyur. Və eyni zamanda bu ayələrdə məhz Əbu Cəhlə və onun timsalında olanlara şiddətli bir xitab var Allah Azze ve Celle tərəfindən və onları şiddətli bir şəkildə Allah Azze ve Celle hədəliyir ki, əgər bu hal üzərə ölərlərsə, bu cür tuğyan üzərə, həddi aşmaq üzərə, azğınlıq üzərə ölərlərsə, onlar mütləq Allahın əzabı ilə qarşılaşacaqlar. Və Uca Allahdan diləyirəm ki, bizləri eşidib faydalanlardan etsin. Allah Azze ve Celle bizləri Allahın əmirlərinə qarşı çıxmaqdan, həddi aşmaqdan qorusun. Və bu cür insanlara namaz qılmağı qadağan edən, əngəl olan və Allaha qarşı hərb elan edən insanlara da Allah Azze ve Celle hidayət etsin. Onları haqq yoluna qaytarsın və bizləri də haqq yolu üzərində sabit etsin. Allahümme amin. Və subhaneke Allahümme və bihamdik. Əşhədu ən la ilahe illə ənt. Əstəğfiruke və atubu ileyk. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.